Salam əziz dostlar, bugün sizə Word proqramının neçə yolla girmə qaydasını, Word proqramında yaddaşa verməyi, koda qoymağı, yeni səhifə əlavə etməyi və çapa verməyi sizə izah edəcəm. Gəlin ilk öncə Word proqramına biz neçə yolla aça bilərik. İlk öncə sağ düyməni vurub yenidən baxa bilərik buradan. Microsoft Word üstünə bir dəfə vurub baxa bilərik yeni səhifə yaratmağa. Əlavə olaraq Windows-ı edib özümüz WinWord yazırıq. Səhifəmizə keçid edə bilərik. Bu ikinci yoldur. Üçüncü yolu isə baş menyuya gəlib buradan Word proqramına daxil ola bilərik. Bu üçüncü yoludur. Hal-hazırda Word proqramında biz yaddaşa verməyə görə necə olur? Fayl başlığına daxil oluram. Fayl başlığına daxil olundan sonra saxlayıcıya daxil olub, dokument, rəbə stola vurub, adımızı qeyd edirik. Hal-hazırda sənədimiz çölə düşüb. Baxa bilərik. Sənədimiz buradadır. Sənədi yaddaşa verdik. Gəlin yaddaşa verdiyimiz sənədi koda qoyaq. Kimsə daxil ola bilməz. Koda daxil olub. Gəlirəm koda. Sadə bir kod yazıram. Oku vurub kodumuzu təkrar edirik. Səhifədən çıxış verək. Kodda qalmaq üçün sağ rəndi vuracam. Səhifəmizə daxil oluruq. Kodumuzu yazırıq. Tamamən koddan çıxartmaq üçün isə fayl mövzusuna daxil olub koda gəlirik. Şimdi daxil olub eyni qaydana davam etdiririk. Kodu silirik. Sağ rəndi bir dəfə vururuq. Gəlin görək koddan çıxıb. Aha, koddan tamamən çıxıb. Upgrade görən nə idi? Upgrade yaddaşdan sənədləri açır. Sazlıq isə yeni səhifə, vərəqimizin üstündə yeni səhifə əlavə etmək üçün vura bilərik. Peçat. Hansısa bir sənədi çıxartmaq istəyiriksə, peçata bir dəfə vurub çıxarda bilərik.